Avqustun 26-sı səhər saatlarında Qazax rayonunun Kəmərli istiqamətindən Azərbaycan ərazisinə növbəti dəfə erməni sakini keçib. O, kənd sakinlərinə yaxınlaşıb və su istəyib. Ona görən kənd sakinləri həmin şəxsin təxminən 50 yaşlarında və silahsız olduğunu bildiriblər. Erməni sərhəddi keçib, gəlib qonşular görüb. O sərhəddi keçəndən sonra onlardan su istəyibdi içməyə. Sonra zəng elədilər, buranın kənd sovetinə gəldi, biz onu götürdü, apardı, təhvil verdi. Amma indi nəyə gəlmişdi, nə məqsədlə gəlmişdi, xəbəri yox. Sərhədi keçmiş şəxs hərbiçilərə təhvil verilir. Gecə hamımız burada isarətli, bu qonşudur, mən qonşuyum. Gecə çox çətindir burada yatmaq. Yəni oraya gəlmədi, gəldi bizim sinə çıxdı. Və sonunda biz neyniyək bunu? Silah yox. Gedək bayanaya yalvar, gəl bizə kimə zəng eləyək, gecə erməni gəldi, evə girdi. Bu da bizim narazılığımızdır. Bizim uşağımız var, balaca körpə. Hər öydə 2 balaca körpə uşaq var. Hələ kəndin başı görünə qədər, get orada 1 yaşında körpə uşaq durur. Görəndə o, bilsən oğlar indi. Biz hər halda biraz böyümüşük. Heç vaxt biz vayenidən qorxmamışıq atışmadan. Heç nədən qorxmaq. Nədən qorxaq? Ermənilər nədir ki, biz onlardan qorxaq? Erməni kənd icra nümayəndəsinin evinin yaxınlığında saxlanılıb. Lakin kənd icra nümayəndəsi Adgözəl Dursunov bu barədə danışmaq, ümumiyyətlə müsahibə vermək istəmədi.